Доброе утро, земной шар народа мира. 8 часов, 9 час утра. Сегодня я рано встала, шагала на 81-й. Я, естественно, еще в постели с моими питомцами. Вот с Белюшкой. Рыжуля ушел. Ведьмуля, Белюшка. Я еще в постели. Всем желаю мира, мирное небо над головой, доброту, счастья, здоровья своими близкими. Аминь. 25 мая, воскресенье, 2025 год. Всем народам, каждой семье желаю добрые утро с хорошими вестями под мирным небом. Аминь, аминь, аминь. Живите долго, здорово, под мирным небом, счастьем. Аминь. Господи, дай человечеству мир, покой, счастливый, спокойной жизнь без боязни, без войны. Аминь, аминь, аминь. Я еще в ночнушке. Рано встала. Обычно немножко поздно встаю. Всем желаю, каждой семье, каждому человеку, всем желаю доброго утра, доброго дня, удачной работы, благополучия во всех делах. Аминь, аминь, аминь. 25 мая, воскресенье, 2025 год. Сегодня солнечно. Вот. Просвечивается. Yer küresi. Yer küresinde yaşayan, Allah'ın yarattığı bütün insanlıq, bütün canlılar, təbiət, çiçəklər, ağaclar, sular, torpaqlar, bütün Allah'a ait olan herkes, her canlı, her insanlıq, bütün insanlıq, sabahlarınız xeyirli olsun, işləriniz zavanda olsun, ömrünüz uzun olsun. Allah Teala yeryüzündeki bütün insanlığa sülh versin, sakitlik versin, korkusuz yaşayış, hayat versin. Amin. Yeryüzündeki bütün bu müharibeleri dayandırsın. Amin. Bugün yuxudan tez durmuşam. Saat 9'a iştir bizde. Bütün insanlığa sağlamlıq arzuluyuram. Xəstəliklərdən Allah Teala sağalsın, bütün xəstələrə şəfa versin, sağlamlıq versin, bizi de içinde. Amin. Dünya xalqları, dünya insanları, hər bir insan, hər bir canlı, hər bir ailə. Pasteldəyəm, yorğan döşəkdəyəm hələ, görürsünüz. Gene yuxum gəlir. Çünki gec yatmışam, gecə saat 2'də yatmışam. Can Borcu dizisine bakırdım. Gece saat 2'də uzandım, yattım. Nəsə tez durmuşam. Bu pişiklərimi pasteldə bax, bu gəlib elə yatırlar. Bax, görürsünüz. Bax. Rujuyla sarı pişiyim getdi. İnsanlar qovur. Gəlib bizə buta eləyiblər, biz də Allah'ın verdiği rızayla bunları da yediziririk. Hər ay 5.000'e yaxın, 6.000'e yaxın pul xərcləyirik. Xəstələnəndə veterinara aparırıq, kömək eləyirik. Ay vicdansız insanlar bir tikə çörəyi, bir tikə yeməyi bunlarla bölüşmürlər, qovurlar.
15 heyvan saxlayırıq, yedizdiririk. Sabahlarınız xeyirli olsun. 25 may 2025-ci ildir. Bugün müqəddəs gündür. Həm bazar günüdür, həm günün 25-idir, ildə 25-si. Uğur, xeyir versin Allah Teala yeryüzünə. Bu demişəm, o biri roliklərimdə demişəm. Yaradana inananları görəcəklər. Dekabrın 31-nə qədər yeryüzündəki bu pərxəşlik düzəlməlidir. İnşallah, inşallah, inşallah. Gününüz uğurlu, xeyirli açılsın. 25 may bazar günü 2025-ci ildir. Günəşli gün açılıb, gözəl gün açılıb. Yuxudan tez durdum. Gecə saat 2-də yatmışam, amma neysə tez durdum. Əslində həm yaşıma görə, həm də neysə biraz da gec yatıram, gecə gec yatıram. Saat 10-da, 11-in yarısında dururam yuxudan hər gün. Neysə, yuxum qaçdı, qurdalandım. Dedim durum. Gözümü açanda gördüm ki bu pastelimdə, yorğan döşəyimdə, ayağımın altında hər günkü kimi pişikləri üçü də burada yatır. O birisilər o böyük zalda, o birisi otaqlarda yatırlar. Bağ evindəyik də. Şəhərkənarı bağ evimizdir. Neysə, əzizlərim, kanalıma daxil olun, gündəliklərimə baxın, bu parmağınızla like'ın, dəstək knopkasına baxın, düyməsinə basın. Sevda nənənin kanalına parmağınızla dəstək olun. Təşəkkür edirəm. Kanalıma daxil olan, gündəliklərimə baxan, xatirə kimi çəkirəm. Roliklərimi xatirə kimi çəkirəm. Maşınımızla bir yerə gedəndə təbiəti də çəkirəm. Böyük çay var, o çayı da çəkirəm. Yolları da çəkirəm. Xatirə kimi çəkirəm. Xatirələr qalsın məndən. İnşallah. Təkcə Allah bilir ki, hər bir yaratdığı insanın, hər bir yaratdığı canlının, ağacın, çiçəyin ömrü nə qədərdir. Allahdan başqa heç kim heç nə bilmir. Ey insanlar, heç kim, heç kim. Biz heç kimi, biz Allahın yaratdığı, verdiyi, yaşatdığı, apardığı qullarıq. Hamımız bizi yaratdığı üçün Allaha borcluyuq. Allahın qullarıyıq. Hər bir insanın, hər bir canlının, hər bir ağacın, çiçəyin həyat kitabını Allah yazır. Yazdığı kitabında, həyat kitabımızın da vərəqlərini Allah bilir ki, o birisi vərəqdə nə olacaq, o birisi vərəqdə nə olacaq. Həyat kitabımızın müəllifi, yazarı, yaradandır, o böyük, qüdrətli Allahdır. Bizə can verən, danışan dil verən, baxan göz verən, hər şeyin sahibi Allahdır. Ey insanlar, müharibə tərəfdarı olmayın, dostluq tərəfdarı olun, qonşuluq tərəfdarı olun, sülh tərəfdarı olun. Hamımız qonağıq, hər bir insan qonaqdır bu dünyada. Hər bir canlı qonaqdır bu dünyada. Canı verən də, yaradan da, yaşadan da, aparan da Allahdır. Bir xatirəni başqa rolikimdə demişəm, yadımdan çıxmır. Mənim yaddaşım çox güclüdür. Bax, 6-7 yaşlarında mənim rəhmətli anam Anya məni Ermənistanın Kanakerin uşaq evindən qaçırdanda, anamın atası evində, Azərbaycanın Şamxorun Çardaqlı, Qəhrəman Çardaqlı kəndində, anamın atası gildə bir 5 ildə yaşamışam. 10 yaşımda rəhmətli atam gəlib, anamla bizi Çardaqlıdan götürüb gəlmişik, getmişik. Yevlaxda yaşamışıq biraz. Sonra Goranboy rayonuna getmişik. Orada atam çünki sənətkar idi. Neysə, yaddaşımı deyirəm.
7-8 yaşlarımda o Çardaqlı kəndində anamın atasının böyük bağı var idi. Kəndin qoçu idi bu kişi. Anamın atası güclü, zəhmli kişi olub. Bu Johnny oxşuyurdu. Bığları belə yekə, uzun. Amma məni nətər qorxudubsa, uşaqlıqdan ürəyim demə əyrilib, qorxudan əyilib. Bu Rusiyada hərbi hissədə məni rengenə saldılar. Ondan bilmişəm ki, oradan kağızım da var. O rengenin plonkası da var. Ürəyim belə sağa dönür, sağ tərəfdədir, ucu. Kökü burdadır, ucu bu tərəfdədir. Oğlum inanmır. İnanmır ki, deyir ürək sola dönər. Tək-tük bir yerdə oxumuşdum hardasa. Yoxsa Türkiyənin kanalında göstərmişlər çox bir neçə illər bundan qabaq. Ki, iki ürəkli insan da olur. Allahın yaratdığı da Allah bilir. Nəysə, yaddaşımdan danışıram. Orada həmən Çardaqlı kəndində uşaqlarla, o qonşunun uşaqları ilə 1-2 il erməni dilində də oxumuşam. Orada məktəbə qoymuşlar məni. Orada Zoğa atamın belə əstəğfurullah, anamın atasının böyük bağı var idi, böyük. Yüzlərlə bağı var idi, çox Miçurin oxşuyurdu. O qədər səliqəli kişi idi ki, zoğal ağacları var idi. Qonşunun uşaqları gəlirdilər, onların bu anamın atasıgilin bağında oynayırdıq, zoğal ağacının altında oynayırdıq. Gədəbəylə Şamxorun arasındadır, Çardaqlı kəndidə. Böyük kənddir, qəhrəman kənddir. Balaca şəhərciyə oxşuyurdu. Doğum evi var idi, xəstəxanası var idi, selpo idarələri var idi. Böyük kəndidir, çox böyük kəndidir. Onun üçün də müharibədə 120-124 qəhrəman çıxıb o kənddən. Ona görə də SSR rəhbərliyi o kəndə qəhrəman Çardaqlı adı veriblər. Nəysə, yaddaşım deməyim odur ki, yaddaşım böyükdür. İnşallah, inşallah hər şey yaxşı olacaq. 31 dekabra qədər bu yer üzündəki bu pərxəşlik, savaşlar, müharibələr Allah Taala dayandırmalıdır. Nəysə, uğurlu, xeyirli keçsin günləriniz, bazar gününüz uğurlu olsun. Allah balalarınızı saxlasın. Mənim də tək balamı, bir oğlum var, gözəl oğlum var. Namuslu, qeyrətli, mərhəmətli, mərifətli bir oğlum var. Allah balanızı qorusun, bütün təkləri qorusun. Anaların tək qızlarını, tək oğlanlarını qorusun, analarını qorusun, mənim də balamı qorusun. Amin, amin, amin. Hər şey Allahın alındadır. Onun üçün deyirəm ki, Allahdan başqa heç kim heç nə bilmir. O insanlar eşitmişəm də, qonşuluqda da eşitmişəm, insanlığın içində də eşitmişəm, bir-birinə qarış eləyirlər. Ay utanmazlar, niyə qarış eləyirsiniz? Qarışın iki başı var. Qarış eləyirsən, gəlib sənə dəyir. Qarış eləməyin, bir-birinizə qarış eləməyin, heç kimə qarış eləməyin. Sən qarış eləməklə deyil ki, Allah qoruduğunu qoruyur. Allah qoruduğunu qoruyur. Hər yerdə qoruyur. Vicdan təmiz olmalıdır, dil təmiz olmalıdır. Heç kim haqqında qeybət eləməyin, heç kim haqqında. Heç kim haqqında şərbətdən danışmayın. Şərbətdən atanların cəzası var. Var. Deməyim odur ki, hər bir canlının, hər bir çiçəyin, ağacın, hər bir insanın, Allahın yaratdığının, bəndələrinin, qullarının, yaratıqlarının həyat kitabını Allah yazır. Gündəlik vərəqlərdə Allah açır. Bilir ki, həmən vərəqdə, həmən gün insanın qabağına nələr çıxır. Bunu ha vaxt başa düşəcəksiniz. 21-ci əsrdir. Nəysə, əzizlərim, bugün yuxudan tez durmuşam. 81-ciyə qədəm qoymuşam. Pişiklərlə. Gününüz uğurlu, xeyirli olsun. Gecəniz sakit olsun. Süfrəniz bol olsun, cibiniz dolu olsun. Mehriban olun, dostluq sevin, qardaşlıq sevin, bərabərlik sevin. İnsanın insana pis eləmək arzusu yoxdur. Çünki hər bir insanın ruhu, canı Allahın əlindədir.
Heç kim heç kəsdən artıq deyil. Dilləriniz ayrıdır. Başqa dillər. O da Allah Taala gözəllik yaradıb. Başqa dillər. Yer üzündə gözəl yaşayış olsun. Görürsüz, çöllərdə, dağlarda, meşələrdə yüz rənglərlə çiçəklər açılır. Qara tikan da var onların içində. Hamısı gözəlliklər üçündür. Təbiətin də içində tikanlı, vicdansız var da. Neyse 25 May 2025-ci ildir. Uğurlu gündür. Çünki tarix gündə, ildə eyni rəqəmdir. Uğurlu, keyifli keçsin. Bütün günləriniz, illəriniz, yaşayışınız mehribançılıq arzulayıram, dostluq, qardaşlıq arzulayıram. İnsanların bir-birini başa düşmək, qohumluq, qonşuluq eləmək, təmiz ürəklə bir-birinə əl uzatmaq arzulayıram, sağlamlıq arzulayıram, müharibəsiz, sülhlü nəbi arzulayıram, sülhlü səma arzulayıram. Sabahlarınız xeyir olsun, işiniz zavamda olsun, gününüz uğurlu, xeyirli keçsin, bütün illəriniz uğurlu olsun. Amin, amin, amin. Բարի լույս, բարի առավոտ, աշխարհ երկրագունդ մոլորակի ժողովուրդներ, ազգեր, պապիկներ, տատիկներ, ջահելներ, ծերուններ, աղջիկներ, ծղաներ, պապիկներ, մամիկներ, հայրիկներ։ 25 մայիս Կիրակի օրը 2025 թիվն է։ Աստված պահի պաշտպանի բոլորիդ, բոլոր երկրագունդի մոլորակի ժողովուրդներին, ազգերին, ընտանիքներին խաղաղություն եմ ցանկանում, առողջություն եմ ցանկանում, բախտավորություն եմ ցանկանում, հարևանություն, բարեկամություն, եղբայրություն եմ ցանկանում, անպատերազմ, հանգիստ, ուրախ կյանք եմ ցանկանում։ Ուրախ եղեք, բարեկամություն սիրեցեք, հարևանություն սիրեցեք, մարդկությունը հարգեք, ձեզ էլ սիրեք, հարգեցեք, ուրիշներին էլ հարգեցեք։ Մեր կյանքի գիրքը, թերթը Աստծո ձեռքին է։ Ամեն մի մարդու համար կյանքի գիրքը Աստվածն է գրում, թերթում։ Միայն Աստվածը գիտի ամեն մարդու կյանքի գրքի թերթը վաղը ինչ է լինելու, մյուս օրը ինչ է լինելու։ Պատերազմներից հեռու մնացեք, դավաճաններից հեռու մնացեք, սատանային մի ծախվեցեք, դավաճաններին մի ծախվեցեք, պատերազմի վտանգավորությունների կողմնակից մի եղեք, ուրիշի անբախտությանը մի ուրախացեք, ամենամեծ խիղճը դա է, ամենամեծ մեղքը դա է, ուրիշի ցավերին մի ուրախացեք, ոչ ոք չգիտի, դու չգիտես վաղը քեզ ինչ է լինելու, այսօր քեզ ինչ է լինելու։ Բոլոր մարդկության համար ուրախություն եմ ցանկանում, խաղաղություն եմ ցանկանում, բախտավորություն եմ ցանկանում, առողջ եղեք, ուրախ եղեք ձեր ընտանիքի հետ, խաղաղ երկար տարիներ անվախ ապրեք։ Ամին, ամին, ամին։ Good morning, people's world. Good morning, world. Good morning, my friend's woman. Good morning, my friend's man. Good morning, my family, my sister, my brother, my mother, my father. Thank you, God. Thank you, God. Thank you, God. Amen, amen, amen. Welcome, please, my channel. Grandmother Sevda. Bye, 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 bye. 25 май, воскресенье, 2025 год. Прошу, заходите на мой канал с этим лайком, пальцем. Нажмите кнопку лайка, поддержите канал бабули Севды, смотрите мои жизненные дневники. Всем желаю долгие годы, счастья, здоровья. Amin, amin, amin. Kanalıma dahil olan bütün tanıyanlara, tanımayanlara, bütün insanlara kanalıma dahil olup
Like'ı basanlara teşekkür eləyirəm. Teşekkür eləyirəm. Allah korusun hamınızı. Amin. 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 Babelyuşka ilə Çernuyla, Vedimuyla yatır. Rojuyla getdi karşı. Gene uzanmak istəyirəm. Gece köynəyindəyəm hələ. Bu müşralar da benim işimi yaman yüngülləşdirib. Bütün ağır pərdələri yığmışam. Güneşli gündü, küləkdi. Rembula, Rembula, Rembula. ...25 May 2025 ildi, Pazar günüdür. Günleriniz uğurlu, hayırlı geçsin. İşiniz zamanda olsun. Allah korusun ailenizi, özünüzü, vatani korusun. Allah bütün insanlığa, bütün yeryüzündeki insanlığa kömək olsun, korusun. Allah'ı sevenleri korusun. Şeytana uymayanları korusun. Şeytana satılmışları ıslah eylesin, doğru yola kaydı. Amin. 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 25 May 2025 yıl Pazar günüdür. Bütün dünyanın, insanlığın günü uğurlu, hayırlı geçsin. Hoş haberler eşidək. Barışık haberler eşidək. Amin. Доброе утро, народа мира. Каждый человек, каждая семья. 25 май, воскресенье, 2025 год. Всем народам планеты, всему человечеству, всем природам, всем живым. Желаю мирное небо над головой, счастья, здоровья, спокойной жизни без войны. Аминь. Будьте здоровы, будьте храним Богом. Аминь. Счастья, здоровья, благополучия всем, каждому человеку. Аминь. Барилус, баря работ, еркрагунда шарки, мулораки жогур, неразгер. Գիրակի օրը 25 մայիս 2025 թիվն է գիրակի օրը բոլոր ժողովուրդներին, բոլոր մարդկությանը, երկրագնդում ապրողներին, բոլոր շնչավորություններին, բնությանը խաղաղություն եմ ցանկանում, բարեկամություն, հարևանություն եմ ցանկանում, խաղաղ երկինք եմ ձեր գլխի հայրենիքի վրայի ցանկանում, առողջություն եմ ցանկանում, Աստված պահի պաշտպանի բոլորից, ամին, ձեր հարազատներին, ձեր երեխաներին, ձեր ընտանիքը, ձեր ապրած տեղերը Աստված
Paterazneris, Başpani, Havagutçun uğarki. Bulur yerkagın dijo guvurtnerin, azguçunnerin, barekamuçun, barişuçun uğarki. Amin. 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 Good morning, people's world. Good morning, world. Good morning, my friends, woman. Good morning, my friends, man. Good morning, my family, my brother, my sister. Good morning, people's world. Good morning, world. Thank you, God. Thank you, God. Thank you, God. Amen. 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 Sana şükürler olsun her şey için kadir Allah, Malik Allah. Ömrümüzün, canımızın, ruhlarımızın sahibi Allah. Amin. 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 Zor asfas, kadir asfas, malik asfas, amin bani hamar, parkni kışnur akalı cünini kız, amin, amin, amin. Kanalıma destek olun. Bu parmaklarınızla like'ı basın. Kanalıma destek olun. Teşekkür ederim. Gündəliklərimə baxan, xatirələrimə baxan, bütün kanalıma yazılanlara teşekkür ederim. Заходите в гость в мой канал, смотрите мои дневники с этим красивыми вашими пальцами. Нажмите кнопку лайка, поддержите мои дневники, канал Бабули Sevde. Amin. Дес хуйрасирмем им алик мотек аликас, дир гелсик матнеров схмецек лайки кочака, пашпанецек аликас. Amin. Asfas pashpani bolorit. Amin. Thank you, God. Thank you, God. Thank you, God. Amin. Welcome, please, my canal, Grandmother Sevda. Bye bye. İndi gözləyirəm ki, xoruzumda, qəşəng xoruzum var. Pipikli xoruzum var. Saat 11'in yarısında banlamağa başlayacaq. Onu da yazım. Sonra bitirim.